Hədəflərinə doğru irəliləyən insanların etmək istədiyi şeylərdən biri də öz planlarından, öz məqsədlərindən insanlara danışmaqdır. Və insanlar inkişaf mərhələsində olarkən, yəni hədəflərinə doğru irəliləyən insanlar öz inkişaf mərhələsində olarkən yeni planlarından, yeni məqsədlərindən və yaxud da hələ nəticə olmadan belə nəticə varmış kimi davranmağa başlayırlar. Və dünyada ən güclü inkişaflardan biri isə səssiz inkişafdır. Çünki bir toxum düşünün və bu toxumu siz torpağın altından basanda artıq o səssiz şəkildə bir ağaca çevrilmiş olur və yaxud da buludlar səssiz şəkildə formalaşır. Və təbii ki, bunların hamısı zamanla, yəni səbr nəticəsində yaranır. Əsl uğur qazanmaq istəyən bir insan səssiz şəkildə hər gün çalışan insandır. Və bu insan hər gün səssiz şəkildə heç kim onu görməsə belə, heç kim onu alqışlamasa belə, hər gün saatlarla öz hədəfləri üçün hər gün disiplinli bir şəkildə istəsə də, istəməsə də addım atan insandır. Və bu insan bu səssiz gecələrin nəticəsində istədiyi uğurlara nail ola bilir. Və sizin bildiyiniz kimi bu ən güclü inkişaflardan biridir. Və indi isə sizin iki insan təsəvvür etməyinizi istəyirəm və bu iki insan hədəfləri üçün hər gün çalışır, hər gün mübarizə aparır və hər gün inkişaf edirlər. Və birinci insan öz hədəflərinə doğru hər gün irəliləyərkən öz yeni planlarını, öz yeni məqsədlərini insanlara bunu söyləyib, bunu göstərmək istəyir. Və nəticə əldə etmədikdən sonra isə bu insan üçün həqiqətən də çox böyük bir uğursuzluq olur. Amma bir insan isə öz hədəflərini, öz planlarını gizli tutaraq hər gün disiplinli bir şəkildə istəsə də, istəməsə də hər gün çalışır. Heç kim onu görməsə belə, heç kim onu alqışlamasa belə, o hər gün öz hədəflərinə doğru hər gün çalışır və heç kim ona inanmadığı halda belə o hər gün hədəflərinə doğru irəliləyir və istədiyi uğurları reallaşdıra bilir. Və nəticədə isə o uğursuz olduğu anda belə heç kim ona inanmasa belə o yenidən ayağa qalxıb öz hədəflərinə doğru hər gün çalışır. Amma digər insan isə öz hədəfini reallaşdıra bilmədiyinə görə və uğursuz olduğuna görə insanlar buna inanmır və o da insanların inanmadığına görə özünü bəhanələrə sığışdırıb artıq geri çəkilmək məcburiyyətində qalır. Və bu da bir insan üçün ən böyük uğursuzluqlardan biridir. Və səssiz inkişafın ən böyük üstünlüklərindən biri də səssiz şəkildə inkişaf edib, uğursuz olduğun anda belə, heç kim sənə inanmasa belə, səssiz şəkildə ayağa qalxıb hədəflərin üçün hər gün çalışmaqdır. Və sizin bildiyiniz kimi səssiz inkişafın ən böyük üstünlüklərindən biri də bir insanı xarici təsdiq asıllığından xilas edir. Çünki insanların çoxu xaricdən gələn motivasiya nəticəsində öz hədəfləri üçün hər gün çalışır və motivasiya qutaranda, yəni xaricdən gələn dəstək qutardıqda artıq onlar heç bir addım atmaq belə istəmirlər. Amma səssiz inkişaf edən insanlar isə heç kim onlara inanmasa belə, uğursuz olduqları anda belə onlar səssiz şəkildə yenidən ayağa qalxmaq üçün hər gün çalışırlar. Çünki onlar öz potensialını düzgün şəkildə istifadə edib, onlar heç kim inanmasa belə, onlar özlərinə inanıb, hər gün hədəfləri üçün çalışan insanlardırlar. Amma bir çox insan isə, yəni hədəflərinə doğru irəliləyən bir çox insan isə öz bacardığı işləri, yəni öz qazandığı nəticələri digər insanlara bunu söyləyib, artıq onların da bunu görməsini istəyir. Amma həqiqətən də əsl uğur qazanmaq istəyən bir insan səssiz şəkildə hər gün davam edən insandır. Və bu insan zihnində sadəcə bir düşüncə tərzi var. Mən indi vaxtımı boş yerə sərf eləmək yox, mən indi vaxtımı bir şey qurmaq üçün sərf eləməliyəm. Və bu da təbii ki, bir uğurdur. Və sizə bunu söyləmək istəyirəm ki, səssiz inkişaf mərhələsində bir çox insan səhvlər edir və bu səhvləri düzəltmək üçün hər gün çalışır. Və bu səhvlər düzəldərkən də artıq insanlar güclənməyə başlayır. Və sizə bunu söyləmək istəyirəm ki, səssiz inkişaf mərhələsi həm də böyümə mərhələsi adlanır. Çünki bu vaxtda insan, yəni əsl uğur qazanmaq istəyən bir insan hədəflər üçün çalışarkən tək başına olur və onlar səhv eləyərkən bir çox insan bunu görmədiyindən bu səhvləri özü tək başına düzəltməyə çalışır və bu səhvləri düzəldərkən də artıq güclənməyə başlayır və səssiz inkişafın ən böyük üstünlüklərindən biri də budur. Səssiz şəkildə səhv edirsən və bu səhvi səssiz şəkildə düzəldirsən və bu da nəticədə səssiz şəkildə inkişaf edirsən deməkdir. Amma bir çox insan isə ilk uğursuz olduğu anda belə geri çəkilmək məcburiyyətində qalır. Çünki artıq ona heç kim inanmadığını düşünür. Amma həqiqətən də səssiz şəkildə inkişaf edən insan isə səssiz şəkildə bu səhvləri edərkən bunu da artıq heç kim ona yardım etmədiyi halda tək şəkildə bunu düzəldərək
artıq o daha da güclənmiş olur və hədəfləri üçün bir addım daha da yaxınlaşmış olur. Və sizə bunu söyləmək istəyirəm ki, səssiz inkişaf edən insanlar hər gün özlərinin dünənki vəziyyətindən daha yaxşı olmağa çalışan insanlar da var. Və səssiz inkişaf edən insanlar isə öz daxillərindəki bu səhvləri görüb, yəni etdiyi çalışmalardakı səhvləri görüb, bu səhvləri səssiz şəkildə düzəldib, artıq dünənki vəziyyətlərindən daha yaxşı nəticələr əldə edə bilirlər. Və onlar yeni bir nəticə, yeni bir uğur qazandıqdan sonra da bunu səssiz şəkildə qeyd edib, növbəti uğuru qazanmaq üçün səssiz şəkildə yenidən addım atırlar və bunlar səssiz şəkildə davam edir. Amma bir çox insan isə bu səssiz şəkildə inkişaf edən insanın heç bir şey bacara bilmədiyini düşünür və onu tez bir zamanda tənqid etməyə çalışırlar, onu aşağı çəkməyə çalışırlar. Amma həqiqətən də əsl uğur qazanmaq istəyən bir insan səssiz şəkildə inkişaf edən insandır. Və indi isə sizə bir nümunə söyləmək istəyirəm. Bir insan düşünün və bu insan bir metalı götürüb bunu döyəcləməyə başlayır və əsas məqsədi isə bu metalı qılınc halına çevirməkdir. Və bu insan hər gecə bu metalı döyəcləyərkən onu heç kim görmür. Və bu insan bunu tək başına bu metalı qılınc halına çevirməyə çalışır. Və bu metalı döyəcləməyə başlayarkən digər insanlar bu insanı görüb bu metalı nəyə görə döyəclədiyini başa düşmür. Və bu insan hər gecə eyni prosesi təkrarlayaraq axırda bu metalı qılınc halına çevirmiş olur və bu qılıncı yavaş-yavaş itiləməyə başlayır. Və nəticədə bu qılınc daha güclü, daha kəskin bir şəkildə olur. Və sizin də bildiyiniz kimi, səssiz şəkildə inkişaf eləmək bu cür qılıncın hazırlanmasına oxşayır. Siz ilk başda inkişaf eləməyə başlayanda insanlar sizin nə üçün çalışdığınızı başa düşməyəcəklər. Amma həqiqətən də siz yavaş-yavaş səssiz şəkildə inkişaf etdikdən sonra və nəticələrinizi insanlar göstərdikdən sonra artıq insanlar sadəcə sizin nəticənizi görmüş olacaqlar. Yəni sadəcə o qılıncı görmüş olacaqlar. Amma o qılıncın necə döyəclənərək hazırlandığını görmüş olmayacaqlar. Və əgər ki, mənim bu videolarım həqiqətən sizin üçün faydalı bir video hesab olunursa, bu həqiqətən gözəl bir şeydir. Mənim kanalıma girib digər videolara da baxıb bəyənə bilərsiniz. Sağ olun, özünüzə yaxşı baxın. Gələcək videolarda isə görüşmək ümidi ilə.